İranı tamamilə məhv edəcəyik. İranda rejim dəyişdirmişik və ya dəyişdirəcəyik. İranın nüvə gücünü əlindən alacağıq. İranın raket güclərini əlindən alacağıq və çox sayda bu tipli Amerika iddialarından sonra həmin Amerika Trump administrasiyasının timsalında bütün dünyada onsuz da sınmış prestijini daha da sındıraraq zəlilcəsinə İranın əvvəldən bəri qoyduğu 10 şərti qəbul edərək atəşkəs razılaşmasına boyun əydi. Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Deməli, bizi izləyənlər keçən proqramda, ondan öncəki proqramda təkid etdiyimiz bir məsələni yadlarına salsınlar. O da bu idi ki, biz qeyd edirdik, bu günlər və bu həftə çox həlledici hadisələr gözləyirik. Məxsusən də dedik, qarşıdakı 2 həftədə məxsusən bu 2 gündə pik nöqtələrinə çatacaq və qarşıdakı 2 həftə həll edici olacaq. Bugün görürük ki, artıq pik nöqtəsinə çatan, intensivləşən döyüşlərin, necə deyirlər, fonunda qarşı tərəf İranın yeritdiyi şərtləri qəbul etməyə məcbur oldu və bu şərtləri əsas qərar verərək 2 həftəlik bu şərtlər üzərindəki müzakirəni qəbul etdi. Hansı ki, bayaq da dedik, çox iddiaları var idi və 15 şərt özləri vermişdi ki, İran heç dönüb baxmamışdı o şərtlərə tərəf. Amma mən istəmirəm bu hadisəni çox təfərrüatı ilə təhlil edən bugün sizin xidmətinizə. Bu şərtlərin qəbul edilməsinin ən böyük səbəbləri indiyə qədərki proqramlarımızda verdiyimiz təhlillərdə görərsiniz. Qarşı tərəfin həm diplomatik arenada, həm sosial baxımdan, həm hərbi meydanda aldığı ağır zərbələr, Amerikanın 17 bazasının məhv edilməsi, Amerikaya dəstək verən ölkələrin əsas infrastrukturaları və Amerikaya xidmət edən infrastrukturalar da daxil olmaqla sıradan çıxarılması, siyonist rejimin ölümünə zərbə alması və onlarla bu səbəblər oldu. Sadəcə atəşkəsin bəndlərindən ikisinə mən toxunaraq bugün, bax elə bugün gedən prosesləri və gələcəkdə bizi nə gözləyə bilər, bunlara qısa işarə etmək istəyirəm. Çünki doğrudur ki, atəşkəs qarşı tərəfdən qəbul olunub İranın şərtləri ilə. Amma biz də bilirik və İranın ali məqamlı rəhbərimiz başda olmaqla bütün yüksək rütbəliləri, siyasi və hərbi hamısı bir söz deyir. Qarşı tərəfə zərrə etimadımız yoxdur, əllər tətikdədir. Ona görə qarşıdakı günlərdə bizim sözünü verdiyimiz bu 2 həftənin həll edici olduğunu görməyə ki, necə ki başlamışıq, daha çox əzizlər görəcəksiniz. Ona görə də biz deyirik ki, bu etimadsızlığa görə doğrudur, qələbə bütün dünya bunu qəbul etdi. Bütün dünya car çəkir ki, Amerika və İsrail rəzil və rüsva şəkildə buradan ayrıldı və məğlub oldular sadaladığımız sektorlarda. Məsələ buradadır. 2 bəndə mən işarə vurmaq istəyirəm ki, dediyim kimi, indi gedən prosesləri və dediyimiz bu önümüzdəki 2 həftə ərzindəki prosesləri bizim göz önümüzdə daha yaxşı sərsin. Yadınızda varsa, biz bir məsələyə çox təkid edirdik. Son 2-3 il ərzində Tufanul Əqsadan bu tərəfə İran və ona bağlı olan cəbhələrin hədəfləri uzun müddətli və orta müddətli strateji olaraq qarşı tərəfin bütün sektorlarda tədrici olaraq
gücünü əritmək, hesablamalarını yanlışa doğru sövq vermək və beləliklə Amerikanı, Siyonist bazası olan Amerikanı, İsrail rejimini, şəhid rəhbərimizin təbiricə quduz iti tək qoymağa məcbur etməsi idi. Və bu döyüş əsnasında da biz izləyənlər bilər ki, biz bu məsələyə çox toxunurduq ki, İran bu strategiyanı tədrici tətbiq edir. Və İranın bu 10 şərtindən 2 şərti var ki, bizə bu strategiyanı daha açıq şəkildə ortaya qoymağa və anlamağa, necə deyərlər, fürsət verir və imkan yaradır. Bu 2 şərt, 10 dənədən 2 şərt, zahiri baxımdan baxanda bir-birinə ziddiyyətli görünə bilər. 2 maddə bu 10 dənədən. Biri budur ki, İran deyir ki, şərtlərdən biri budur ki, Amerika, Birləşmiş Ştatları bölgədə öz hərbi varlığını tamamilə bitirib çıxıb getməlidir. İkincisinə baxırsan, deyir ki, bütün cəbhələrdə də təcavüz dayanmalıdır. Zahiri baxsaq, deyir ki, bu 2 dənə, 10 dənədən 2 şərt elə bir yerə qayıtmalıdır da. Əslində, əgər Amerika çıxıb gedəcəksə, sənin bu şərtivi də qəbul edibsə də ki, bugün qəbul edib, İkinci şərt nədir ki, cəbhələrdə döyüş dayanmalıdır? Məgər Amerika deyilmi? Amerikanın əsl söz sahibi deyilmi? Xeyr. İran cəbhəsi bu 2 şərti çox zirəkliklə yerləşdirib bu maddələrin içinə. Amerika getməlidir ki, gedəndən sonraki post-Amerika dövründə Amerika və onu arxa plandan idarə edən evangelizm ki, əsas qolu da bağlanır İngiltərəyə. Bunların buradakı ən böyük bazası və quduz iti olan İsrail qondarma rejimi arxa plandan onların dəstəyi ilə təcavüzlərinə davam edəcək. Niyə? Çünki İsrail bilir ki, mənim yox olma dövrümdür. Bunun təsdiqini biz bugün Siyonist rejimin atəşkəs məsələsi başlayandan sonra 100 nöqtəni Livanda mülki vətəndaşlara hava hücumu, ağır hava hücumları etməklə, reallaşdırmaqla etdiyi cinayətlərində görürük. Deməli, İranın zahiri baxımdan Amerikaya qəbul etdirdiyi 10 şərtdən ikisi ki, bir-birinə ziddiyyətli görünür, gələcəyə bütün dünyaya, hətta Livanın satılmış hökumətinə hüccəti tamam eləmək və Livan müqavimətinin əlini daha da açmaq üçün hesablanıb. Yəni, bir maddədə deyir, Amerika sən çıx, getməlisən. Digər maddədə deyir ki, bütün cəbhələrdə döyüş dayanmalıdır, yoxsa əllərimiz tətikdədir. Bu 2 şərt bizə göstərir ki, necə də zirəkliklə hesablanmış 2 şərtdir. Artıq biz dediyimiz məsələ, bu 2 həftə bizə aydın olur, kritik 2 həftə ki, biz dünənki və sırağa günkü proqramda buna təkid etdik. O da budur, bir neçə ehtimal var. Ya Amerika açıq şəkildə xiyanətini göstərməlidir, çünki böyük fiyaskoya uğradı, məğlub oldu. Bütün böyük iddialarına rəğmən ki, hətta dünən dedi ki, İranın sivilizasiyasını məhv edəcək, gecə saat 3-də İranın saatı ilə dayandılar qorxularından. Amma İran saat 7-yə qədər 100-cü dalğanı da vurdu və 25 böyük strateji obyektləri nabud elədi. Bunun 13-ü Siyonist rejimin idi, qalanları da Amerikanın idi. Enerji infrastrukturlarından tutun, neft kimya zavodlarına qədər nabud elədi. Diqqət eləyirsiniz. Birinci ehtimal budur ki, bu İranın qoyduğu 2 şərtin əhəmiyyətini bizə bu 2 həftədə məxsusən göstərir. Ki, bəli, Amerika yenə açıq şəkildə ola bilər xiyanət etmək istəsin ki, bu gələcək proqramlarda bu hesablamaları deyəcəyik ki, çox uzaq görünür. İstəsin İsraili qurtarmaq üçün, çünki ölüm ayağındadır. Bu daha ağır çöküşünə səbəb olacaq. Amerikanın həm içəridəki partlayış və çatlayışları
özünü tamamilə göstərəcək ki, artıq çox yaxındır, çox yaxın görünür. Və Siyonist rejim daha böyük, yəni son həmlələrini yeyəcək. İkinci ehtimal budur ki, bəli, Amerika məcburdur çıxmaq üçün medialarda bəzi adlar çıxartmalıdır, çəkilməli də arxaya. Amerikanın bazaları ki, nabud olub, gizlənən hərbiçilərini götürüb gedəndə İranın qoyduğu ikinci şərt, zahiri ziddiyyətli görünən şərt, bütün cəbhələrdə dayanmalıdır. Amerika gedəndən sonra Siyonist rejim bu vəhşiliyini davam etdirməsi İran və ona bağlı olan qrupların azadlıq cəbhəsinin əlinə böyük bəhanədir. Livan müqaviməti və Yəmən müqaviməti Siyonist rejimin cansız bədəninə son zərbələri indirəcəklər. Görünən budur. Və təsadüfi deyil ki, Livan müqaviməti atəşkəsdən sonra, bax elə bu saatlarda ki, İsrail bombardıman edir oranı, Livanın mülki vətəndaşlarını, zahiri burada da ziddiyyətli görünən bir bəyaniyyə sadir eləyir Livan müqaviməti. Tarixi qələbənin astanasındayıq. Zahirə baxsan ki, necə olur? İki tərəfdən ziddiyyətli görünür o. Biri budur ki, atəşkəs olub dayanıblar, yəni İrana bağlı qruplar da, cəbhələr də, azadlıq cəbhəsi də dayanıb. Hansı qələbə, yəni döyüş yoxdur ki, döyüş zahiri olsa da dayanıb. Düzdür, tarix astanasındayıq niyə? Əgər qələbə İranın şərtlərini qəbul etməkdirsə, tarixi qələbə əldə olunub, bəli. Astanasındayıq nədir? Bundan sonraki nə hadisələr var ki, qəbul ediblər, qaçırlar, çəkilirlər, hamı sakit dayanmalıdır. Bundan sonra döyüş ən azı bir müddət dayanmalıdır. Aha, demək nəsə xəbər var. Dediyimiz bu iki maddə Siyonist rejimi məncəni arasında sıxacaq. İkincisi, ziddiyyət harda görünür? Tarixi qələbənin astanasındayıq. Hal-hazırda Siyonist rejim vəhşicəsinə Livanın 100 bölgəsini bombardıman edib, 100-dən çox şəhid var. Livan mülki vətəndaşları vurulub. Aha, deməli, İranın ziddiyyətli görünən o dediyimiz iki maddəsi budur ki, bu 14 gün ərzində əsas həll edici hadisələr baş verməlidir və İranın tamamilə şumladığı Siyonist rejimin bütün strateji obyektləri vurulmuş və iqtisadi, kəşfiyyat və hərbi baxımdan can üstündə olan Siyonist rejimin əleyhinə hüccət və hətta İran özü kənarda dayanaraq Livan müqaviməti, Yəmən müqaviməti, hətta İraq müqaviməti 3 ildir təkid etdiyimiz bir məsələ. İran Siyonist rejimi şumlamalıydı, zəmini, yerləri hazır qoymalıydı ki, müqavimət girib Siyonist rejimin nəfəsini kəssin. Ona görə bu 2 həftə kritikdir, çox kritikdir. Mümkündür Siyonist rejim davam edə, Livana qarşı vəhşiliyinə, mümkündür Livan müqaviməti saxlaya hələ ki, mümkündür bu 2 həftə ərzində İran müzakirələrə davam edərək Amerikadan istədiklərini alandan sonra Livan müqaviməti deyək ki, biz demişdik bütün cəbhələrdə və İranın da qoyduğu şərtlərdən biri bu idi. Bütün cəbhələrdə nə olsun Amerika gedib? İsrail tək düşə müqavimət cəbhəsinin, azadlıq sevərlərin əlinə, bu da onun sonu deməkdir, Allahın izni ilə. Və hətta burada bir məsələ də var. Siyonist rejim ağır məğlubiyyəti həzm edə bilmədiyinə görə nə isə göstərmək istəyir. Hər halda sözünü verdiyimiz 2 məsələ görünən budur ki, bir-birinə bağlı olan məsələ bu 2 həftə ərzində böyük ölçüdə reallaşmağa doğru bizi aparacaq inşallah. Bir, neçə müddətdir təkid etdiyimiz məsələ, deyirdik, ehtimal var ki, Amerika öz ən böyük bazası Siyonist rejimi verib çıxmağa məcbur olar. 2, bununla bağlı olan bir məsələ, Siyonist rejim dinc oturmayacaq və bu da onun sonunu tezləşdirəcək. Çünki həyatının sonunu çox yaxından hiss edib. Mən gözləmirəm bu 2 həftə ərzində İran özü birbaşa döyüşə girsin.
dediyim kimi zəminəni hazırlayıb, şimal boşdur, cənubda Yəmən, şərqdən də Suriyadakı cəbhələr, bir neçə cəbhə elə belə fəallaşmayıb və İraq, Suriya tamamilə Siyonist rejimin sonunu gətirəcək həmlələr ola bilər və mümkündür də İran zəmzəmələri eləyə və cümə gününə qərarlaşdırılmış müzakirəni təzədən ləğv eləyə, Amerikaya qəbul etdirdiyi müzakirəni və bu da mümkündür onların İrana qarşı oynamaq istədiyi ki şərtlərimizi qəbul etdiyi, məcburiyyətdən qəbul edib sonra nəsə etmək istədiyi planına qarşı İranın daha böyük planı olsun. Hər halda bütün dünya gördü ki, İran İslam Respublikası və ona bağlı və bugün Amerikanın özü daxil olmaqla geniş ölçüdə qloballaşan azadlıq cəbhəsi Allaha bağlı olan bir cəbhədir. Dəfələrlə dediyimiz məsələ reallaşır. Allahın cəbhəsində bir bumerang var, ilahi bumerang. وَمَكَرُوا وَمَكَرَ اللّٰهِ وَاللّٰهُ خَيْرُ الْمَاكِرِينَ. Onlar məkr elədi, Allah da məkr elədi. Allah ən gözəl plan tökəndir ki, hər şeyin fövqündədir. Hətta onların tökdüyü planlar Allahın planlarının çərçivəsindədir. Dualarımızı, əlimizdən gələn xidmətimizi lazım olanda Siyonist rejimə bağlı ölkələrimizdəki qüvvələrə gördükləri xilaf işlərə görə etirazlarımızı sabaha saxlamayaq, möhkəm dayanaq, sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.